Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın rəhbərliyi ilə başlayan islahatlar və dəyişikliklər heyrətləndirməyə davam edir. Bu dəfə ölkədə keçirilən tədbir söz-söhbətə səbəb olub. Belə ki, ölkə rəhbərliyinin icazəsi ilə Mədinə ilə Təbuk arasındakı müqəddəs Mədain Salih bölgəsində ziyafət təşkil edilib. Qeyd edeyim ki, UNESCO-nun ümumdünya irsi siyahısına daxil olan bu ərazi həm dini, həm də tarixi baxımdan həssas mövqeyə malikdir. Səudiyyə Ərəbistanının turizm təşəbbüsü çərçivəsində təşkil etdiyi şənliyin görüntüləri sosial mediada sürətlə yayılarkən bir çox şəxs və qruplar hadisəni müqəddəs torpaqlara hörmətsizlik kimi qiymətləndirir. İzləyək.